Həyatınızda önəmli dəyişikliklər etmək və məqsədlərinizə çatmaq istəyirsinizmi? Əgər istəyirsinizsə, unutmayın ki, bəzi şeylər etməli olacaqsınız. İndiyə qədər minlərlə pasiyentim olubdur və bu pasiyentlərin arasında terapiyaya asanlıqla və sürətlə cavab verənləri də görmüşəm. Yaxşılaşmaq üçün uzun müddət yorulmadan çalışanları da. Kimlər ki, ev tapşırıqlarını etməyə, öhdəliklərini yerinə yetirməyə və özləri üçün nələrsə etməyə razıdırlar, onların həyatı yaxşılaşır və get-gedə vəziyyətləri inkişafa doğru gedir. Amma bəzi insanlar bu fikri anlamaqda çətinlik çəkirlər ya da qəbul etməkdə çətinlik çəkirlər. Bəzi insanlar gözləyirlər ki, nəsə olacaq onların həyatında, kimsə gələcək və onları xilas edəcək. Heç kim sizi qurtarmaq üçün gəlməyəcək, əgər siz özünüzü qurtarmasanız. Siz bəzi şeylər etməlisiniz, çalışmalısınız, öhdəliklərinizi anlamalısınız, məsuliyyətlərinizi anlamalısınız və nəsə çalışmalısınız. Həyat şərtləriniz haqqında, bəxtiniz haqqında şikayətlənməyin ya da həyatınızın və bəxtinizin birdən-birə dəyişməsini gözləməyin, çünki dəyişməyəcəklər. Əgər spesifik olaraq nələrsə eləməyə başlamayacaqsınızsa, digər etdiyiniz hər şey sadəcə qısa müddətli olaraq sizə yaxşı təsir edəcək. Əlbəttə, qısa müddətli yaxşı təsir edən şeylər də lazımdır. Məsələn, insanlarla söhbət eləmək, kimlərləsə söhbət eləmək bizim əhval-ruhiyyəmizi kifayət qədər açır və özümüzü rahatladır, dərdləşmiş və biraz da boşalmış hiss edirik özümüzü. Əlbəttə, bu da lazımdır. Amma bu uzun müddətli bir həll yolu deyil, yaxud da ki, fikir dağıtmaq, başımı qarışdırmaq. Bunların heç biri uzun müddətli həll deyil. Bunları da etmək lazımdır. Baxın, lazım deyil demirəm, etmək lazımdır. Amma bunların yanında uzun müddətli dəyişiklik üçün çox çalışmanız lazımdır. Əgər özünüzə yaxşı karyer arzuluyursunuzsa, çox çalışmanız, təhsilinizi inkişaf elətdirməniz, yeni bacarıqlar əldə eləməniz və s. lazımdır. Əgər psixoloji olaraq yaxşılaşmaq istəyirsinizsə, psixoloqun verdiyi ev tapşırıqlarını yerinə yetirmək lazımdır. Daha yaxşı valideyn olmaq istəyirsinizsə, pedaqogika ilə maraqlanmanız lazımdır. Emosional intellektinizi inkişaf etdirməniz lazımdır. Biznesdə məşğul olmaq istəyirsinizsə, yaxşı bir marketinq planı hazırlamaq lazımdır, biznes ideyası yaratmaq lazımdır və s. Bu siyahını sabaha qədər uzada bilərəm, amma demək istədiyim mesaj budur. Əgər çox çalışmasanız, sizin istədiyiniz şeylərin çox az bir qismi olacaq, o da bəxtiniz gətirsə.